süfrələrinin bəzəyi həm də rəngarəng yumurtalardır. Keçmişdə yumurtalar adətən qırmızı rənglə boyanırdısa, bugün müasir dövrdə müxtəlif rəngli yumurtalara rast gəlmək olar. Boyanan hər bir yumurtanın üzərində rəssam ustalığı ilə Novruza, yazın gəlişinə aid personajların rəsmləri də çəkilir. İndi bu cür belə gözəl əl işləri eləyirik, belə rəngləyirik, daha maraqlı olsun. Uşaqlar bunları çox bəyənir, sevə-sevə baxırlar, xoşları gəlir və bizim adətimizdir də Azərbaycanda o yumurta döyüşdürmək. Bu toyuq bu yumurtanı doğur. Əgər uçsun, bu toyuğu, bu yumurtaları aparacaq. Bu! Bir çox insan üçün bu ənənə sadəcə dekorativ və ya uşaqlar üçün əyləncəli bir element kimi görünə bilər. Əslində isə yumurtaların rənglənməsi qədim mifoloji təsəvvürlərlə bağlı olan çox dərin simvolik məna daşıyır. Yumurta boyama adətinin kökləri min illər əvvələ gedib çıxır. Təbiətin, torpağın canlanması, həyatın yenilənməsi və ən əsas da məhsuldarlıq ideyası ilə sıx bağlıdır. Bu baxımdan yumurta yalnız qida deyil, həm də baharın və yeni həyatın rəmzi kimi qəbul edilir. Yumurta boyamaq təkcə Azərbaycanda deyil, Novruzun qeyd olunduğu digər ölkələrdə də mövcuddur. Bu da göstərir ki, adətin kökü çox qədim regional mədəniyyətlərə dayanır. Yumurta çox həssas, tez qırılmağa meyilli olduğu üçün onları boyamaq da çətindir. Qaşlarla da bəzəyirik, muncuqlarla da bəzəyirik. Yəni müxtəlif zərlərlə də olur elənmək. Yəni çoxdur, üsulları çoxdur. Mən akril boyalarla eləyəcəm. Çox xoşlayıram milli mövzuya toxunur. Obrazlar vardır ki, hansı ki biz onları göstərsək, yaşatsaq daha gözəl olar. Baharda ən birinci güllərdən nərgiz güllərini biz görürük. Ona görə nərgiz gülünü istəyərdim çəkim. Bunu sadə qələmlə çəkirlər, sonra boyayırlar. Mən çalışıram bir dəfəyə çəkim. Novruz bayramında uşaqlar və böyüklər arasında geniş yayılan adət-ənənələrdən biri də boyanan yumurtaları döyüşdürməkdir. Bu oyun sadəcə əyləncə deyil, qədim inanclara görə rəmzi məna daşıyır. Qalib gələn yumurta yazın və həyatın qələbəsini, qırılan yumurta isə köhnə ilin və qışın sonunu təmsil edir. Gülnar Qarqızı, Nail Şahbazov, Telesəhər.